Niyə mən eyni səhvləri təkrar edirəm? Niyə bəs mən yox deyə bilmirəm? Psixoloqa sual podkastında ardıcıl olaraq biz psixoloqlara verilən sualları birlikdə müzakirə edəcəyik. Hər buraxılışımızda sizdən gələn sualları seçirik və onları birlikdə psixoloji müzakirə edirik. Və hər səfərdə fərqli mövzular, real suallar və real cavablarla qarşınızda olacaq. Başlayaq o zaman. Başlayaq. Aha. Mən seçirəm. Sizə sual ünvanlayıram. Mətən xanım, insan dəyişmək istəyir, amma dəyişə bilmir. Bu iradə zəiflidir, yoxsa beynin müdafiə mexanizmi? Əslində dəyişim hər bir insanın həyatı boyu can atdığı bir fəaliyyətdir. Əslində biz doğulandan ta ölənə qədər fərqli dəyişimlər keçirik. Amma insanın məqsədli şəkildə dəyişmək istəyib dəyişə bilmədiyi məsələlər çox vaxt müəyyən müdafiə mexanizmi ilə bağlı olur. Yəni məhz belə hallarda insanda müəyyən problemlər yarana bilər. Çünki dəyişə bilməməni çox vaxt iradəsizliklə və yaxud başqa xarakteri xüsusiyyətlərlə əlaqələndirirlər və təbii ki, belə olan halda müraciət edənlər bizə müraciət etdikləri zaman biz görürük ki, onlarda böyük ruh düşkünlüyü olur, narahatlıq olur. Amma dəyişimə başlamaq ilk öncə özünü təhlildən başlayır. Yəni əgər bir şəxs özünün həyat ssenarisini, həmin dönəmə gəldiyi müddətə qədər yaşadıklarını düzgün bir şəkildə təhlil edirsə və təbii ki, psixoloji dəstək xüsusən bu təhlildə çox böyük rol oynayır. Psixoloji maariflənmə bu təhlildə böyük rol oynayır. Artıq dəyişimin birdəfəlik baş verə biləcək bir şey olmadığını anlayır. Kiçik hədəflərlə daha böyük nəticə əldə etmək üçün irəliləyir və belə olan halda düşünürəm ki, qısa bir zamanda nəticə də əldə eləmək olur. Sizin fikriniz maraqlıdır bu mövzu ilə bağlı? Məncə dəyişimə aparan yol niyə görə qorxudur? Çünki insan komfort zonadan çıxmaq istəmir. Çünki onun alışdığı bir həyat var. İnsan komfort zonada olanda o həyat pis də olsa, yaxşı da olsa onun üçün rahatdır. Çünki beynimiz vərdiş aldığı şeylər ona rahat gəlir. Amma inkişaf da komfort zonadan çıxmaqla başlayır. Dəyişim komfort zonadan çıxmaqla başlayır. Siz demiş, yəni kiçik-kiçik addımlarla, təbii ki, məntiqlə, ağılla düşünərək bu komfort zonadan çıxaraq dəyişim, sağlam dəyişim etmək olar insan həyatında. Amma dəyişim çox vaxt insanlar üçün biraz qorxulu gəlir. Baxmayaraq ki, buna can atırlar, amma biz nəyi görürük? Real bir situasiya ilə üzləşəndə ki, harda ki, orada artıq deyək ki, öz xüsusiyyətləri ilə bağlı və yaxud öz həyat situasiyaları ilə bağlı bir dəyişimi edə bilərlər. Fürsətin olmağına baxmayaraq çox zaman buna can atmırlar. Yəni dediyiniz o komfort zonasından çıxmaq çox zaman insanlar üçün həqiqətən də çətin olur. Və belə bir məqamda ən böyük mənə elə gəlir ki, insanın özünə edə biləcəyi dəstək özünü həqiqətən təhlil edib nə istədiyini müəyyən etməkdir. Əgər dəfələrlə cəhd olunursa və bu cəhd nəticəsiz qalırsa, burada qətiyyən özünü günahlandırmaq lazım deyil. Demək ki, düzgün mexanizmi hələ öyrənməmişik. Düzgün mexanizmi öyrənilən zaman dəyişim mütləq ki, baş verir. Baş verir, doğru. Keçək növbəti suala. Buyurun. Tamam. Baxaq, görək sizin sualınız necədir? Bağışlamaq həmişə sağaldırmı? Yoxsa bəzi hallarda bağışlamamaq sərhəd və özünə hörmətin qorunmasıdır? Qəşəng sualdır. Ən çox eşitdiyimiz suallardandır. Yəni mən bağışlamalıyammı kimi müraciətlər çox olur. Yəni bağışlamaq əslində bir məcburiyyət deyil. Yəni bu əsas insanın azadlığını əlindən almaq kimi bir şey kimi olar. Sadəcə bağışlamaq deyil də qəbul etmək durumu, qarşı tərəfi tanımaq, qəbul etmək və buna görə sərhəd qoymaq daha yaxşı olar. Yəni o insanı qarşı bir hiss varsa içində, istər kin olsun, istər sevgi olsun, fərq eləməz. Yəni bir söz var, deyir, sevgi varsa bir insana qarşı o ürəyində, nifrət varsa beynindədir. Yəni onu buraxmaq, neytral yanaşmaq daha yaxşıdır. Yəni bəzən onu bağışlamaya bilərik, amma qəbul edib ki, bu insan belədir, buraxa bilərik. Bu bizim özümüzə lazımdır. Çünki məncə insan çox ətrafında baş verən problemlər insanlara görə özünü çox yorsa, onda o özü irəliləyə bilməyəcək və daim o hisslərlə
baş-başa qalacaq. O da onun həyatına, yaşam fəaliyyətinə mənfi təsir göstərəcək. Bəzən də bəzi küskünlüklər var ki, heç qarşı tərəf bu küskünlüyün olmağından xəbərdar deyil, amma Bəli. insan öz daxilində o yaratdığı obrazla, yaratdığı o səhnələrlə, o düşüncə ilə yaratdığı o narahatlıqlarla çarpışır və təbii ki, bu insanın həyat enerjisini aşağı salan bir vəziyyətdir və mən düşünürəm ki, əslində sizin dediyinizdə çox böyük haqq var. Yəni qəbullanmaq, bağışlamaq bu o demək deyil ki, sən qarşı tərəfə mütləq bunu deyirsən ki, bax mən səni bağışladım. Yox. Bu sənin daxilində baş verən, bitən bir məsələdir. Çünki bağışlamadığın və o gərginliyin yaratdığı neqativ enerji sənin həyatından, sənin belə deyək də o həyat məmnuniyyətindən nələrsə götürür və nəticə etibarilə insan bəzən yorğun, narahat, tükənmiş olur. Və bəzi situasiyalar var ki, sən daxilində düşünürəm ki, bunu bağışlasan da heç də qarşı tərəfə bunu bildirmək məcburiyyətin yoxdur. Çünki bu sənin artıq sağlam sərhəddindir. Bəzi davranışlar var ki, onları bağışlamamış kimi görünmək əslində öz sərhəddini qoymaqdır deyə düşünürəm. Doğru, mən də razılaşıram. Keçək növbəti suala. Bəli, keçək. Görək sizə növbəti hansı sual gəlir. Bu da məncə sizə tanış sual olacaq. Travmanı tam sağaltmaq mümkündür, yoxsa məqsəd onunla sağlam yaşamağı öyrənməkdir? Yəni travma yəqin ki, psixoloqların ən çox eşitdiyi ifadələrdir. Bəzi yanaşmalarda ümumiyyətlə travma deyilən bir şeyin olmadığı vurğulanır. Bəzi yanaşmalarda əksinə həyatda yaşadığımız hər kiçik çətinliyin bizdə travmatik bir nəticə yaratmağı ilə bağlı müzakirələr var. Amma mən düşünürəm ki, biz o hadisələrə travma deyə bilərik ki, biz onun izlərini hələ də həyatımızda daşıyırıq. Yəni bizim münasibətlərimizdə, bizim gündəlik həyatımızda, bizim özümüzə münasibətimizdə davamlı bir çətinlik kimi ortaya çıxır. Və sən bu çətinliyin səbəbini tam anlamırsan, amma o özünü təhlil prosesində, artıq özünə bir kənardan baxanda və keçmişə nəzər yetirəndə bu vəziyyətin hardan qaynaqlandığını artıq özün üçün müəyyənləşdirirsən. Və bizim əslində psixoloqların əsas məqsədi travmanı unutdurmaq deyil, travmaya baxış bucağını dəyişmək və yaşanan hadisələrin əslində hər bir hadisənin insan üçün olduğunu, yəni bir nöqtədə insan qəbul edəndə və başa düşəndə ki, bəli, bu həyatdır və mən həyata gələndə heç kəs mənə söz verməyib ki, sənin həyatında hər şey axıcı, rahat, heç bir çətinlik olmadan olacaq. Yəni belə bir həyat mümkün deyil. Və o gedişatda bəli, bəzi hadisələr oldu ki, bunlar mənə təsir etdi. Sadəcə bir məsələ var. Mən 12 yaşında, 13 yaşında bu travmanı yaşamışamsa, travmatik hadisəni yaşamışamsa, artıq mənim 30 yaşım olanda da, 40 yaşım olanda da oxşar hadisə ilə rastlaşanda mən 40 yaşındakı yetkin kimi ona reaksiya vermirəm. Mənim reaksiyam çox zaman elə həmin 13 yaşındakı bir insanın reaksiyası kimi olur və əslində düzgün öz travmanı təhlil edəndə sən artıq içindəki yetkini aktivləşdirmiş olursan və hadisələrə tamam fərqli bucaqdan baxmağı öyrənirsən və bu sənə kömək edir ki, sən artıq yaşadığın bu dezavantaj hadisələri özün üçün avantaja çevirəsən. Yəni artıq oradan sənə qatılan müsbətləri görə biləsən, oxşar situasiyaları kontrol etməyi öyrənə biləsən. Bu baxımdan düşünürəm ki, heç bir möcüzəvi bir belə bir üsul yoxdur ki, sənə keçmişin ağrılarını unuttursun. Yəqin ki, indi sizdə də olur da bəzən pasientlər müraciət edəndə mən filan hadisəni unutmaq istəyirəm, onu necə mənim beynimdən silə bilərsiniz. Eynən. Yəni düzdür, travma ilə işləyən metodlar var, amma təəssüf ki, heç bir metod bu vəziyyəti silə bilmir. Sadəcə baxış bucağını düşünürəm ki, dəyişmək. Travmanı mən çox zaman bilirsiniz nəyə bənzədirəm? Yəni beynin həzm edə bilmədiyi bir şeyə bənzədirəm. Elə bir sanki ilişmiş bir val kimi orada ilişib qalıb və ona görə də yaşam fəaliyyətində irəliləyə bilmir şəxs. Yəni siz demiş travmanı birdən silmək mümkün deyil. O duyğusal, emosional olaraq onu insan çox dərin yaşayır. Yəni onu xatırlayanda hələ də ağlayır, hələ də o bədənsəl reaksiyalar olur. Demək ki, hələ beyin bunu həzm eləmir. Sanki beyin deyir ki, mən duyğudan ölürəm, amma məntiq olaraq bunu qəbul etdirə bilmirəm ki, bu keçdi. Yəni düşüncə olaraq bunu
qəbul etdirə bilmir, məntiqi yanaşa bilmir ki, bu artıq keçmişdə qaldı və bu o deyil deyə yanaşa bilmir insan. Və travmanı təbii ki, silmək olmur, amma onu duyarsızlaşdıra bilərik. O ana qarşı artıq şəxs daha laqeyd yanaşa bilər və ona görə də normal yaşam fəaliyyətinə davam edə bilər. Yəni yüngül travmaları insan özü də siz demiş yetkin tərəfi ilə atlata bilər, amma ağır bir travma varsa, burada mütləq dəstək lazımdır. Çünki travmadan sonra bir çox psixiatrik problemlər də hətta yarana bilir. Yəni burada təkcə psixoloji yardım almır, bəzən müraciət edənlər hətta psixiatrik yardım almaqda məcburiyyətinə qalır. Yəni bu çox sadə bir anlayış deyil də. Əslində dərinə gedəndə doğrudan da dəstək tələb edən bir vəziyyətdir. Düzdür. O zaman keçək növbəti sualımıza. Terapiyada nəticə görmək üçün nə qədər vaxt real gözləntidir? Düzdür. Bu sual da ilk seansa gələndə bizə müraciət edən şəxslərin dediyi şeydir ki, mən neçə seansa sağalacağam, neçə seansa bunu atlatacağam. Təbii ki, konkret bir şey demək olmur, amma ən çox müşahidələr əsasında terapiya, ən qısa müddətli terapiya müddəti 8-12 seans arasıdır. Amma bu şəxsdən şəxsə dəyişə bilər, problemin yüngül, orta və ağır olmasından asılı olaraq dəyişə bilər. Bu aylarla da çəkə bilər, uzun müddət, bir ildə çəkə bilər. Yəni dediyim kimi ən qısa müddətli 8-12 seans arasıdır. Amma yenə də problemin asılı olaraq bu dəyişə bilər. Yəni konkret demək olmaz ki, bu insan bu qədər müddətdə sağalacaq. Bəli, yəni bunun proqnozunu həm də ona görə vermək olmur ki, terapiya qarşılıqlı bir prosesdir. Və mən həmişə deyirəm ki, deyək ki, A nöqtəsindən B nöqtəsinə getmək üçün bir qayıqda hərəkət etdiyimizi düşünsək, yalnız bir nəfərin qayığı çəkməklə, yəni kürəyi çəkməklə B ünvanına çatmaq çox çətindir. Yəni burada hər iki tərəf eyni istiqamətdə hərəkət etməlidir. Çünki terapiya sadəcə insanlar bəzən belə düşünür ki, mən gedirəm, danışıram və qarşıda bir adam var, oturur məni dinləyir və məni başa düşür və mən oradan çıxıram, çox rahatam. Amma əslində heç də terapiya prosesi belə bir proses deyil. Terapiya prosesi özünü öyrənmə, təhlil prosesidir. Burada müəyyən ev tapşırıqları var, burada müəyyən fəaliyyətlər var ki, siz həmin fəaliyyətləri evdə də davam elətdirməlisiniz. Və təbii ki, bütün ömür boyu, həyat boyu yığılan o problemlərə qarşılıqda 3 saatla, 5 saatla bütün problemləri həll etmək istəyi təbii ki, bu qeyri-real bir istəkdir və hər bir terapiya çərçivəsində müəyyən seans sayları var. Yəni asılda mütəxəssis hansı terapiya üsulunu seçir və yenə də mən düşünürəm ki, mənə xüsusən bu sualları verəndə mən deyirəm bu sizdən və məndən asılıdır. Bu yəni təkcə məndən. Çünki bəzən olur ki, doğrudan da görürsüz ki, 5-6 seansa da çox gözlənilməz yüksək nəticələr əldə olur. Bəzən isə illərlə həmin müddətdə aldığın nəticəni almaq çətin olur. Yəni baxımdan doğrudan da dediklərinizlə razıyam. Hətta bəzən şey olur ki, məsələn biz həkimə gedirik, deyək ki, dərman müalicəsi yazdırırıq. Amma həkimin dediyi təlimatlara uymuruqsa, onu vaxtında atmırıqsa, bu zaman ondan biz fayda görməyəcəyik və buna görə də həkimi günahlandıra bilmərik. Burada düşünürəm ki, qarşılıqlı məsuliyyət vardır və o məsuliyyət düzgün şəkildə yerinə yetirilərsə, yaxşı nəticə mütləq olacaqdır. Keçək növbəti suala. Bu dəfə mən istəyirəm yenə mən sizə ünvanlayım sualı. Olar da yəqin ki. Olar təbii ki, buyurun. Sadəcə yorğunam dediyiniz hal nə vaxt peşəkar dəstək tələb edir? Əgər burada davamlılıq varsa, yəni biri var ki, bugün yorğun oldum, sabah keçdim, amma bu hal davamlı hala keçibsə və həyat funksionallığımıza çox təsir edirsə, demək ki, burada artıq simptomlardır, dəstək almağın vaxtıdır. Bu ola bilər emosional yanma yaşayır və yaxud da ki, depressiyanın da əlaməti ola bilər. Yəni bir çox psixoloji narahatlıqlarının hansısa bir simptomu ola bilər. Yəni bilirsiniz ki, yəni həyatınızdakı əvvəl düzən tamam başqa idi, indi tamam başqa bir düzənə gedir və daha da geriyə doğru gedirsiniz. Bunu bir siqnal olaraq görün və mütləq ki, mütəxəssisə müraciət edin deyərdim. Bəli. Davamlı yorğunluq halı əslində bir siqnaldır. Zaman-zaman yorğun hiss etməyimiz normaldır, amma bəzən olur ki, insanlar 1 il, 2 il, hətta uzun müddətdir, yəni artıq unudublar nə qədər müddətdir, bu yorğunluq hissi var.
Yorğunluq hissi həm də biraz da psixosomatik ola bilər. Bəzən düşüncələrin, həyat yükünün, Yorulursan, zamanı düzgün idarə edə bilməməyin gətirdiyi bir ümumi yorğunluq hissi olur və əslində burada məqsəd yorğunluğu aradan qaldırmaq deyil. Onun altında yatan Bəli, onun səbəbi altında görmək. yatan səbəbləri biz aradan qaldıranda və yaxud müzakirə edəndə, özümüz üçün tapanda, ortaya çıxaranda bu vəziyyəti idarə etmək daha asan olur, daha rahat olur. Onda növbəti suala keçirəm mən. Buyurun. Məncə bu sualda sizə tanış olacaq. Qısqanclıq sevginin göstəricisidir, yoxsa təhlükəsizlik siqnalıdır? Mən belə deyərdim. Münasibətin ilkin dönəmində əslində cütlüklər bunu sevginin bir göstəricisi hesab edirlər. Münasibətin sonrakı mərhələsində bunu sevgisizliyin bir göstəricisi hesab edirlər. Öncə belə olur, əgər məni həqiqətən sevsəydi, qısqanardı. Daha sonra belə olur, əgər məni həqiqətən sevsəydi, qısqanmaz. Yəni burada belə bir paradoks yaranır da. Yəni necə olur ki, münasibətin əvvəlində bu olur, sonra belə bir. Ümumiyyətlə ilkin mərhələdə qısqanclıq hissinin yaranması normal bir haldır. Yəni təbii ki, əgər bu müəyyən səviyyədədirsə, yəni artıq şəxslərin həyatına çox neqativ təsir etmirsə, çünki itirmə və əldə etmə qorxusu deyə bilərik, buna itirmə qorxusu deyə bilərik, əldə etməmə qorxusu deyə bilərik. Bunun yaratdığı bir qısqanclıq halı, yəni davamlı hər kəsi təhlükə kimi görmək, hər davranış təhlükə kimi görmək, xüsusən kişilərdən qadınlara tərəf olan bu yanaşma normal bir vəziyyət olaraq ortaya çıxır, amma münasibətin bu ortalama 4-6 həftəsindən sonra artıq yeni münasibət. Tədricən bu stabilləşməlidir belə vəziyyət. Yəni artıq insanlar bir-birini tanıdıqca, o ünsiyyət formalaşdıqca bu vəziyyət keçici bir hal almalıdır. Amma bəzən olur ki, bu keçici bir hal almır. Əksinə, insanlar artıq bir-birinin sərhədlərini pozurlar və belə deyək də, o halda münasibət uğurlu ola bilir ki, biz nə müşahidə edirik? Hər iki tərəfin özünün öz sahələri var həm də. Yəni onlar sadəcə bir-birindən ibarət deyil. Hər iki tərəfin özünün dostluqları var, özünün müəyyən bir çevrəsi var. Təbii ki, belə olan halda nə baş verir? Belə olan halda tükənmə gec olur. Amma bir tərəf bu iç-içə keçmiş münasibət, güvənsiz bağlanma və bir-birinə qarşı davamlı ətrafı və insanları təhdid halında görmə izolyasiyaya gətirib çıxarır, özünə qapanmaya gətirib çıxarır, məhdudiyyətlərə gətirib çıxarır. Bəzən görürsüz ki, artıq xanım işləyirdisə, artıq iş yerindən uzaqlaşıbdı. Bəyin məsələn əvvəl daha əhatəli çevrəsi vardı, o çevrə ona kömək edirdi öz fəaliyyətində, artıq o çevrə məhdudlaşıbdı və bu birbaşa gətirir, nəyə gətirir, çıxarır? Həyat keyfiyyəti aşağı düşür. İnsanlar aqressivləşir, amma tam da bunun qısqanclıqla bağlı olduğunu düşünmürlər və bir-birinə qarşı artıq bir o aqressiv davranışlar, müəyyən artıq o münasibətin tükənmişliyini göstərən məsələlər başlayır ortaya çıxır. Bu psixoloji problemin hansısa bir simptomu da ola bilər. Məsələn, paranoya olan insanlarda daha kəskin hallarda bu, olur. yəni qısqanclıq altında belə nümayiş etdirib göstərirlər. Bəli. Yəni sevgi göstəricisi kimi, amma gələndə dəyərləndirmədən keçirdəndə görürsüz ki, bu artıq xəstəlikdir də. Bəli. Normal bir hal deyil. Və belə olan halda təkcə o ailədə cütlüklər əziyyət çəkmir. Bu cütlüklərin ailələri, hətta onların dünyaya gətirdiyi sonrakı dönəmdə övladlar. Bəzən olur ki, yəni nə qədər qəribə səslənsə də, bəzən bir tərəf öz övladını da digər tərəfə, yəni o qısqanclıq halları özünü göstərir ki, yəni tərəf müqabilində övladına qısqanır. Və yaxud da hətta bəzən belə olur ki, münasibəti bu şəkildə qavrayan və o ailədə böyüyən övlad o qısqanclıq belə deyək də xüsusiyyətini artıq xarakter kimi özündə götürür və o da sabah
öz belə deyək münasibətlərində, istər dostluq olsun, istər sevgi münasibətləri olsun, burada artıq o həmin o öyrəndiyi yanlış münasibət şəklini tətbiq edir. Biz çox zaman məsələn cütlüklərlə işləyəndə nəyi görürük? Hədsiz qısqanc bir insan sanki məsələn gördüyü ata modelini imitasiya edir. Yəni eyni davranışları təkrarlayır. Sadəcə münasibəti bu şəkildə öyrənib. Öyrənilmiş bir qısqanclıq. Öyrəndiyi bir davranış var ki, kişi bu şəkildə davranmalıdır. Həm də itirmə qorxusu ola bilər, özgüvənsizlikdən irəli gələ bilər. Bəli. Yəni altında bir çox səbəb yata bilər. Siz demiş öyrənilmiş bir davranış da ola bilər. Yaxşı, onda baxaq görək növbəti sualımız nə ilə bağlıdır? Dəyişimlə bağlı bir sual var. Deyir ki, dəyişmək istəyən insanın qarşısında ən böyük maneə nə olur? Qorxu, günahkarlıq, yoxsa tanış ağrı? Əslində dəyişim üçün bəlkə də ən böyük maneə elə insanın özüdür. Onun daxili qorxularıdır, daxili narahatlıqlarıdır. Çünki əslində bayaq da dediyimiz kimi dəyişim yeni bir sahə deməkdir, yeniyə keçid deməkdir və yeniyə keçid həmişə insan zehni üçün biraz narahatlıq gətirən bir prosesdir. Əslində hər dəyişimi biz böhran adlandıra bilərik. Həyat situasiyalarında da, müəyyən keçidlərdə də. Məsələn, şagird tələbə olanda bu böyük bir sosial status dəyişimidir, amma bu dəyişim özü ilə bərabər çətinlik gətirir. Subay insan evlilik həyatına başlayanda bu bir dəyişiklikdir, amma özü ilə bərabər çətinlik gətirir. Baxmayaraq ki, pozitiv görünür, amma pozitiv görünməyinə rəğmən bunun yaratdığı bizim daxili belə deyək də proseslərdə yaratdığı bir narahatlıq olur. Və o baxımdan insanın özünün dəyişimi də, hətta özündə hər hansı bir xırda davranışların dəyişməsi, hər hansı bir günlük rutinində edəcəyi müəyyən dəyişiklik hansısa yeni bir sahəyə keçid deməkdir və yeni sahəyə keçid əgər bizim üçün zehnimiz üçün tanış deyilsə, hər zaman bizə təhlükə siqnalını verir, qorxu siqnalını verir. Burada bizim köməyimizə çata biləcək məsələ məntiqdir. Yəni öncə mən deyərdim ki, əgər biz hansısa bir vəziyyəti, bir məsələni özümüzdə dəyişmək istəyiriksə, mütləq onun bizə nə qazandıracağını özümüzdə analiz etməliyik. Sadə bir şey, bir qələm, bir vərəq götürüb mən bu dəyişimi edərəmsə, mənim həyatımda qazanacağım şeylər nələr olacaq? Və həmin o qazanacağı məsələləri bir gözü ilə görsün. Yəni insan bir təhlil etsin. Mən nə əldə edəcəm? Və dəyişimi etməsəm nələri itirə bilərəm? Bu da digər bir metoddur. Eyni metodu davam etsin və nələri itirə bilər bir onu da özü üçün siyahısını hazırlasın. Artıq o mənzərəni gördüyü zaman bu insana daxili bir motivasiya verir. Bəli, doğrudan da bu dəyişim mənə lazımdır. Əslində duyğunu, yəni qorxu və narahatlığı məntiqlə örtə bilərik və təbii ki, məntiq işə düşdüyü zaman biz daha real, daha doğru seçimlər həyatımız üçün edə bilərik deyə düşünürəm. Yəni bu baxımdan istər saydığınız bütün məsələlər ola bilər dəyişim üçün, amma bunun real çözümü məntiqi təfəkkürü, məntiqi düşüncəni işə salmaq və dediyim kiçik texnikalardan istifadə edərək bunu çox asanlıqla bacarmaq mümkündür. Belə bir söz var, Daniel Defoe'nun sözü, bir şeyin qorxusu özündən 10 dəfə çoxdur. Bəli, bəli. Yəni həqiqətən də reallıqda onunla üzləşəndə o qədər qorxu olmadığını görürük. Və belə bir şey də var ki, həmişə mən müraciət edənlərə deyirəm, yəni cəsarətli və qorxaq insanların bir ortaq özəlliyi var, onu bilirsinizmi? Deyirlər, yox, bilmirəm. Deyirəm, onların hər ikisi qorxur. Yəni bu hissi hər ikisi keçirir. Sadəcə biri qorxusuna görə geri addım atır, biri qorxusuna rəğmən irəli addım atır. Yəni, amma eyni hissi ikisi də ilk başda keçirdir. Bəli. Sadəcə geri addım atan get-gedə o qorxu, o fəlakətləşdirici ssenarilər daha da böyüməyə başlayır. Bəli. Amma irəli addım atanda isə əksinə, yəni onun o qədər də qorxulu olmadığını görürük. Əslində geri addım atanda sanki biz bu hissin real olduğunu zehnimizə, beynimizə informasiya veririk, amma beyin də reallıqla illüziyanı ayıra bilmir. Yaratdığımız illüziyaya daha dərindən inandığı üçün bu dəfə yenə eyni situasiyanın qarşısında qalanda artıq 2 dəfə sanki daha çox qorxmuş oluruq. Qorxmuş oluruq, eynən. Hətta araşdırmalar göstərir ki, bizim qorxduğumuz şeylərin %96% ümumiyyətlə olmur. Bu çox böyük bir faizdir. Olan 4% isə bizim qorxduğumuz kimi olmur.
Yəni yenə də orada biz daha fəlakətləşdiririk hər şeyi. Sanki ehtimalla imkanı qarışdırırıq da. Yəni bir vəziyyətin olma imkanı 100%-dir. Amma biz nə edirik? Həmin vəziyyətin ehtimallarına nəzər salanda görürük ki, olma ehtimalı 1% olmayan bir şeyə biz 90%, 70%, bəzən 100% narahatlıq hissi keçirmişik. Yəni ona görə əslində biz bu iki məfhumu bir-birindən ayıra bilsək, bəli, imkan hamı üçün eynidir. Bir pis hadisənin baş vermə imkanı eynidir, bir mənfi bir situasiyanın baş vermə imkanı eynidir. Amma sənin üçün bu ehtimal nə qədərdir? Artıq ehtimalı özümüz üçün götürəndə biz başa düşürük ki, heç 2% ehtimalı olmayan bir məsələyə görə mən zehnimi 80-90% bəzən yormuşam, narahat etmişəm və təbii ki, zehin də artıq yenə dediyim kimi o informasiyanı o şəkildə biz ona veririk deyə eynən əgər biz belə bir 1% ehtimalı olmayan bir şeyi 90% zehnimizə inandırmışıqsa, elə 90% civarında da bizə narahatlıq olaraq bu geri dönəcək. Eynən. Növbəti desə mənə gələcək. Bəli, bəli. Maraqlı. Baxaq. Çox maraqlı sualdır. Məncə gənclər üçün xüsusən maraqlı olacaq. Sevgi ilə emosional asılılıq arasındakı incə sərhəd hardadır? Bəzən belə durumla rastlaşırıq ki, yəni mən bir insana həddən artıq bağlıyam, onsuz yaşaya bilmərəm kimi bir yanaşma ilə bizə müraciət edirlər. Bunu mən sağlam adlandıra bilmərəm. Yəni burada artıq sevgidən o yana keçmiş bir emosional bir bağlılıqdır. Bunun ailədən gəldiyini düşünürəm. Bu cür yanaşmanın bağlanma istədiyinə bağlı olduğunu, yəni güvənli bağlanmadır, yoxsa güvənsiz. Yəni güvənsiz ola bilər, təşvişli bağlanma ola bilər, qatınqan bağlanma ola bilər. Bu tip daha çox təşvişli bağlanma stilində özünü göstərir. Sanki onsuz yaşaya bilməz, onunla iç-içə olmalıdır, həyatı onunla bir yerdə yaşamalıdır. Bu təbii ki, qarşı tərəfi də yoran bir şey olur və əksinə o qorxduğu şeyi bir növ başına gətirmiş olur. Ona görə də yəni sevgi daha sağlam və hər kəs biz olmaqla yanaşı, hər kəsin öz alanı da olur orada, öz sahəsi də olur və bir-birlərinə hörmətlə yanaşırlar. O Maslow'un tələbatları hiyerarxiyasında da var. Yəni sevgi və aid olmadan sonra hörmət və özünü aktuallaşdırma. Yəni hər şey sevgi ilə bitmir də. Ondan sonrası da var. Ondan aşağı da var, ondan sonrası da var. Yəni ona görə də sevgi dediyimiz şey daha sağlam bir yanaşmadır. Emosional asılılıq isə qeyri-sağlam bir yanaşma. Emosional bağlılıq həm də çox qarşı tərəfə qarşı tələbkarlıq deməkdir. Yəni sanki onun bütün belə deyək də o istəklərini, bütün duyğularını, bütün narahatlığını qarşı tərəf ödəməlidir, qarşı tərəf kompensasiya etməlidir. Amma Virginia Satir'in belə bir sözü var, deyir, münasibətdə nə qədər qarşı tərəfdən çox gözlənti varsa, o qədər biz ruh düşkünlüyünə düşürük. Çünki hər dəfə qarşı tərəf sənin gözləntini doğrultmaya bilər və bu ruh düşkünlüyü nəyə gətirib çıxarır? Hörmət əksikliyinə. Yəni bu hörmət əksikliyi həm özünə qarşı, həm də qarşı tərəfə qarşı artıq hörmət səviyyəsi aşağı düşür. Hörmətsizlik isə sevgisizliyə gətirib çıxarır. Yəni özünə və qarşı tərəfə hörmət etməmək zamanla sevginin azalmağına gətirib çıxarır. Sevgisizlik isə tənhalığa gətirib çıxarır. Ona görə emosional bağlılığı düzgün şəkildə idarə etməmək zamanla tənhalığa gətirə biləcək bir yoldur. Yəni qorxduğu şeyi bir növ başına gətirir. Bəli, çünki bütün həyatın mənasını bir insanın üzərinə köçürmək nə deməkdir? O həyatında olmayanda artıq sənin həyatında mənasızlaşır deməkdir. Dəyərlər sistemində ən başa qoyur. Bəli, yəni bu da mənə elə gəlir ki, belə bir vəziyyətdə bu təkcə belə deyək də cütlüklərlə münasibətə aid deyil. Bütün münasibətlərimizdə qarşı tərəfə həddindən çox emosional yüklənmə, valideyn-övlad münasibəti ola bilər, bacı-qardaş münasibəti ola bilər, dostluqlarda ola bilər. Bu artıq bir müddətdən sonra çox vaxt biz görürük ki, belə münasibətlərin sonluğu tənhalıqla, təkliklə yekunlaşır. Düzdür. Onda növbəti suala keçək. Baxaq görək nə gəlir. Uşaqlıqda gördüyümüz ailə modeli böyüklükdə partnyor seçimimizi necə formalaşdırır?
Əslində çox maraqlı sualdır və mən həqiqətən də bu sualı cavablandırmağa çox istəyirəm. Nəyə görə? Çünki ailə əslində hər şeyin başladığı və hər şeyin bitdiyi bir yerdir. Yəni mən deməzdim ki, yalnız başlanğıcdır, həm də insanın sonunu bəlirləyən bir yerdir. Ailədə gördüyümüz münasibət, ailədə gördüyümüz yanaşmalar təkcə bizim münasibət seçimimizə yox, mən deyərdim ki, bütün seçimlərimizə təsir edir. Kiçik seçimlərdən, hətta bir köynək seçimindən, bir ixtisas seçiminə, həyat yoldaşı seçiminə və bu nöqtədə valideynlərin mən çox diqqətli olmağını istəyərdim. Çünki övlad münasibəti yalnız atanın və ananın övlada olan münasibəti ilə öyrənmir. Övlad münasibəti və həyatı ata və ananın bir-birinə olan münasibəti ilə öyrənir. Və bir-birinə olan münasibət sağlam şəkildə qurulmayan, eyni zamanda valideynlərin övlad tərbiyəsi ilə bağlı, övlada yanaşması ilə bağlı o müəyyən ziddiyyətli yanaşmaların nəticəsində artıq uşaqlarda, gənclərdə, yeniyetmələrdə seçimlə bağlı ciddi problemlər yaranır. Və bunun biz davamlı şahidi oluruq. Bunu uşaqlarla da işləyəndə ailə faktorunun şahidi oluruq. Gənclərlə də, mən deyərdim ki, yaşlılarla da. Çünki bəzən uzun müddət biz nə deyirik? Deyirik ki, adətən pasiyentlər öz belə deyək də çamadanları ilə bizim yanımıza gəlir. Bu çamadanlar doğuşdan yığılan, onların yanında olan bir çamadan deyə təsvir edirəm və hər dəfə həyatda yaşadıkları problemləri o çamadanın içinə atırlar, o çamadanla birlikdə hərəkət edirlər. Amma vaxt gəlir, zaman gəlir, artıq o yükü daşıya bilmirlər. Bəzi insanlar bu yükü 20 yaşında daşıya bilmir. Bəziləri 30 yaşında, bəziləri 40 yaşında, bəziləri isə 80 yaşında. Ona görə çox vaxt pasiyentlərin yaşları fərqli olur, amma onların situasiyaya o dözümlülük səviyyəsi də bir-birindən fərqli. Hər kəsin limitləri fərqli yerdə dayanır. Amma bu limitlər dayanan yerdə, bu insanların həyatına daxil olanda, bu insanların yaşadıklarına nəzər yetirəndə əksər problemlərin kökü yenə gəlir ailəyə, ailə modelinə. Və onları ümumiləşdirəndə siz görürsünüz ki, səhnə eynidir, ssenari eynidir, sadəcə yerini dəyişən aktyorlardır. Nəticə isə həmişə demək olar ki, eyni nöqtəyə gəlib çıxır. Doğru deyirsiniz, çünki uşaqlar dünyaya valideynlərin gözü ilə baxırlar. Çünki başqa bir dünya tanımırlar. Bəli. Onların gözü ilə baxdığına görə onların yanaşmasını doğru həqiqət olaraq qəbul edirlər və buna görə formalaşırlar. Yəni bir şeyi seçsələr də orada ailənin təsiri var, seçməsələr də orada ailənin təsiri var. Gördükləri şeyin bənzərini də seçə bilərlər, gördükləri şeyin əksini də seçə bilərlər. Burada ailə modeli çox rol oynayır. Bir də bizdə bu partnyor seçim məsələsini dediniz. Orada şemalarımız var ki, şema terapiyadan bunu bilir. Şemalarımız formalaşır. Artıq bizdə bu tanış gəlmə belə bir şey var ki, məsələn, tutaq ki, birində ayrılıq şeması formalaşmışsa, o partnyor seçimində necə ola bilər? Müdafiə mexanizmləri var. Ya elə adam seçəcək ki, o insan həqiqətən də ayrılığa müsait bir insandır, rahat ayrıla biləcək insandır, ondan qaça biləcək insandır. Yəni bu artıq təslim modundadır şəxs. Özünü təslim edir elə bir. Və bəzi insanlar isə bu durumda qaçma modunu seçə bilər. Yəni ümumiyyətlə münasibətə girməməyə çalışa bilər və yaxud da ki, aşırı kompensasiya edə bilər. Yəni o qədər o şəxsin üzərinə gələ bilər, o qədər ona sıxma-boğma edər ki, o hara getdin, hardan gəldin falan, o özü yəni ondan çıxıb gedə bilər. Yəni hər üç halda yenidən şema özünü təsdiq eləmiş olur. Əslində şema, yəni həyat sxemləri dediyimiz məsələlər də yenə ailənin münasibəti ilə formalaşan bir məsələdir də və ona görə də əslində bütün terapiyalarda düzdür. Bəzən deyirik ki, keçmişlə işlənilmir bu terapiya, ancaq gələcəklə, bu gündən də, amma təhlil edəndə, həyat ssenarisinə nəzər salanda ailənin nə qədər önəmli olduğunu görürük. Elə mən fürsətdən istifadə edib həqiqətən ailələrə də bildirmək istəyirəm ki, bu mövzuda çox diqqətli olun. Çünki sizin yanaşmanız artıq
bir övladın bütün seçimlərinə təsir edə bilər və sağlam seçim biz istəyiriksə övladda formalaşsın, mütləq ilk olaraq özümüz öz münasibətlərimizə, öz kiçik seçimlərimizə belə diqqət yetirməliyik, sağlam idarə etməliyik. Keçək növbəti suala. Keçək. Baxaq. Hər kəs psixoloqa getməlidir, yoxsa yalnız ciddi simptom olanda psixoloqa müraciət etmək lazımdır? Yox, psixoloqa müraciət etmək üçün təkcə ciddi simptomun Bəli. olması şərt deyil. Yəni insan özünü tanımaq üçün də psixoloqa gedə bilər və yaxud da ki, profilaktik tədbir üçün də psixoloqa gedə bilər. Necə ki, biz tibbi müayinədən keçməmiz lazım, check-uplardan keçməmiz lazımdır. İnsan gedib özünün, yəni durumunun nə yerdə olduğunu və hansı problemlər onda baş qaldıra bilər, onunla bağlı profilaktik tədbirlər ala bilər və özünü daha yaxşı tanıyıb, daha həyatda funksional ola bilər. Həm də o çox sevindirici haldır ki, son dövrlər xüsusən gənclər məhz belə niyyətlə müraciət edirlər. Bəli. Onlar artıq psixoloji sağlamlığın önəmini dərk edirlər və heç də ağır problemlərlə gəlmirlər də. Artıq burada müəyyən deyək ki, öz inkişaflarını hədəfləyən, daha hansı belə deyək ki, uğurlu addım atmaq üçün müəyyən yolları axtaran insanlar var ki, yəni eyni zamanda öz hazırki psixoloji durumunu öyrənmək istəyən və onların müraciəti həmişə məni sevindirir və mən belə düşünürəm ki, bəli, artıq Azərbaycanda o psixoloqa qarşı, psixoloji xidmətə qarşı fikir formalaşır. Çünki çox zaman psixoloji xidməti psixiatrik xidmətlə səhv salırlar. Yəni bu ümumiyyətlə bizim ən çox rastlaşdığımız problemlərdəndir. Bu baxımdan psixi sağlamlığın qeydinə qalmaq, mən düşünürəm ki, bu hər bir kəsin, hətta belə deyək də, heç bir problem hiss etmədiyi halda belə istifadə edə biləcəyi bir xidmətdir. Xidmətdir, təbii ki. Yəni. Onda keçək növbəti suala. Görək, sualımız nə? Özünə güvən doğuşdan gələn xüsusiyyətdir, yoxsa sonradan qurulan psixoloji bacarıq? Əslində özgüvən praktika ilə, təcrübə ilə formalaşa bilən bir xüsusiyyətdir. Əslində bəli, doğuşdan olan müəyyən keyfiyyətlər var ki, bunlar daha tez özgüvənli olmağımıza kömək edə bilər. Bunlar nə ola bilər? Bizim hər hansı tipə aid olduğumuz, temperament tipimiz, xarakter tipimiz, ümumiyyətlə genetik faktorlar. Bunlar qismən rol oynaya bilər, amma hər bir insan yaşadığı o həyat situasiyalarında adekvat yanaşmanı edərək, kiçik hədəflər qoyaraq, ona nail olaraq, dəstəklənərək öz güvənini inkişaf elətdirə bilər. Yəni bu sonradan da formalaşa bilər. Bəzən biz görürük ki, yeniyetmələr gəlir, hansı ki öz güvəni tamamilə aşağıdır, amma 2 ay, 3 ay sonra artıq onlardakı sən o dəyişimi görə bilirsən və yaxud bu gənclərə də aiddir, yetkin insanlara da aiddir. Dolayısıyla özgüvənin doğuşdan gələn bir bacarıq yox, formalaşdırıla bilən bir bacarıq olduğuna inanıram. Çox doğru. Bunun təcrübə ilə bağlı olduğunu, yəni mən izah edəndə bəzən deyirəm ki, təsəvvür edin ki, auditoriya önündə 1-ci səfər çıxış edirsiniz. Bir də təsəvvür edin ki, auditoriya önündə 50-ci səfər çıxış edirsiniz. Hansını daha özgüvənli olarsınız, təbii ki, deyirlər 50-ci səfərdə. Çünki bu təcrübə ilə qazanılan bir şeydir. Bu da ailədən, yetişdirmə şəraitindən asılı olandır. Yəni çox böyük təsir var. Yəni bir çox faktorlar var, amma ən çox da ailənin burada yanaşması, uşaqlıqdan ona o imkanı verməsi, onun özgüvənli yetişməsinə səbəb olur. Psixoloqa sual görüşümüzün bu günlük sonuna çatdıq və mən ümid eləyirəm ki, hər kəs beynində olan müəyyən suallara az da olsa cavab tapdı. Əgər bu suallarda özünüzü gördünüzsə, bilin ki, tək deyilsiniz. Yəni bu kimi suallarınız varsa, bizə şərh bölməsində və yaxud da mesaj bölməsində müraciət edərək bildirə bilərsiniz. Növbəti buraxılışlarımızda biz həmin suallara həmkarımızla birlikdə müzakirə edərək cavab verəcəyik. Kanala abunə olmayı unutmayın. Özünüzə yaxşı baxın. Görüşənədək.